Salam futbol sevərlər, böyük futbol dünyasının pərəstişkarları. Bugün biz hamımızın nəfəsini kəsən o böyük maçın, UEFA Çempionlar Liqasının liqa mərhələsindəki Qarabağ, Chelsea qarşılaşmasının dərin təhlilini edəcəyik. Bu sadəcə 90 dəqiqəlik oyun deyil, bu Azərbaycan futbolu üçün yeni bir zirvəyə qalxmağın imtahanıdır. Bütün Avropa, bütün futbol ictimaiyyəti Bakıya dikilib. Bəs Qurban Qurbanovun atlıları Chelsea kimi bir nəhəngə qarşı necə mübarizə aparacaqlar? Tərəzi balansdadır yoxsa London təmsilçisi açıq-aşkar favoritdir? Gəlin detalları araşdıraq, əvvəlcə qonaq komandadan başlayaq. Chelsea bu mövsüm Enzo Marescanın rəhbərliyi altında böyük bir dəyişiklikdən keçib. Komanda 1 milyard avrodan çox heyət dəyərinə sahibdir və onların fəlsəfəsi bəllidir. O fəlsəfə topu özündə saxlamaq, rəqibə verməmək və səbirlə hücum cizgilərini axtarmaqdır. Marescanın quruluşu tez-tez arxada 3 müdafiəçi ilə başlayır, lakin bu sistem sürətlə dəyişir. Məsələn, cinah müdafiəçilərindən biri yarım müdafiəyə daxil olur və beləliklə hücumda 6-7 oyuncu ilə iştirak edirlər. Bu taktika gözəldir, amma risklidir. Arxa cizgilərdə və cinahlarda yaranan boşluqlar Qarabağ üçün sürətli əks hücumlar zamanı böyük şans deməkdir. Chelsea'nin mərkəzində oyunun tempi Enzo Fernandes və Moises Caicedo'nun əlindədir. Onlar topu irəli daşıyır, zonaları tapır və hücumların həlledici ötürmələrini edirlər. Lakin qorxulu silah başqadır. O da Cole Palmer. Gənc istedadlı soyuqqanlı. O, təkcə qollar vurmur, həm də komandanın beynidir, həlledici məqamlarda qərar qəbul edən əsas oyuncudur. Qarabağın müdafiə xətti Palmerə xüsusi diqqət yetirməli və ona dar sahə yaratmalıdır. Əks halda bu Qarabağ üçün çox baha başa gələ bilər. Hücumda isə Nicolas Jackson'un sürəti və fiziki gücü Qarabağın mərkəz müdafiəçilərini daim təzyiq altında saxlayacaq. Unutmayaq ki, Chelsea gənc komandadır. Gənclər hər zaman enerjilidirlər, amma təzyiq altında və gərgin mühitdə səhvlər etməyə daha meyilli olurlar. Bu, Qarabağın yararlana biləcəyi bir zəiflikdir. İndi isə keçək ev sahiblərimizə. Qarabağın gücü nə fərdi ulduzlarda, nə də yüksək büdcədədir. Onların gücü birlikdəlikdə illərdir formalaşan intizamda və baş məşqçi Qurban Qurbanovun dəmir iradəsindədir. Qarabağ Avropa maçlarında özünü sınanmış 4-2-3-1 sxemi ilə çıxış edəcək. Onlar bilirlər ki, Chelsea'yə topu vermək lazımdır, amma meydanın təhlükəli zonalarında yox. Əksinə cərimə meydançasına yaxınlaşarkən presingi artırmalı və sürətli əks hücumlarla rəqibi cəzalandırmalıdırlar. Komandanın müdafiə xətti Chelsea'nin keyfiyyətli hücumlarına qarşı dözümlü olmalıdır. Bədavi Hüseynovun təcrübəsi və Kevin Medina'nın fiziki gücü mərkəzdə əsas sipər olacaq. Əgər onlar Cole Palmer'i oyundan təcrid edə bilsələr, Qarabağın şansı kəskin artacaq. Qarabağın qələbə şansı üçün 3 qızıl qayda var. Birincisi müdafiənin ideal oyunudur. Qapıçıdan başlayaraq son müdafiəçiyə qədər hər kəs yüksək konsentrasiya ilə oynamalıdır. Mərkəzdə Julio Romao'nun və ya Marko Yankovic'in topları kəsmək və rəqibin ötürmələrini bloklamaq bacarığı həlledicidir. İkincisi Abdullah Zubir faktoru. Zubir hər an oyunu dəyişə biləcək fərdi ustalığa sahib yeganə futbolçudur. Onun sürəti və texnikası yorulan Chelsea müdafiəçilərini cəzalandırmaq üçün açar rolunu oynayacaq. Hücumda ona Juninho kimi sürətli futbolçunun dəstəyi mütləq lazımdır. Və nəhayət üçüncü və ən vacib şərt standart vəziyyətlərdən maksimum istifadə. Chelsea'nin bəzən künc və cərimə zərbələrində zəif olduğunu nəzərə alsaq, Qarabağ bu anlardan qol vurmağa məcburdur. Açıq oyunda qol şansı azdır, amma standart vəziyyətlər fərqi yarada bilər. Bu tip maçlarda bir anlıq diqqətsizlik bütün oyunu dəyişə bilər və təbii ki, ev faktoru. Oyunun Bakıda keçirilməsi Qarabağ üçün ən böyük psixoloji üstünlükdür. Azərbaycan azarkeşlərinin yaratdığı o möhtəşəm atmosfer Chelsea kimi böyük komandaları belə təzyiq altında qoyur. Unutmayaq ki, bu sadəcə səs deyil, bu Azərbaycan ruhunun səsidir. İngilis komandaları üçün Bakıya uzun səyahət, fərqli iqlim, qrafikin gərginliyi. Bütün bunlar Qarabağın lehinə işləyir. Chelsea'nin üzərində hər zaman qələbə qazanmaq təzyiqi var. Qarabağ isə itirəcək heç nəyi olmayan milyonlarla azarkeşin dəstəyini hiss edən bir komandadır. Bu dəstək Qarabağın 12-ci oyuncusu olacaq və fərdi keyfiyyət fərqini aradan qaldırmağa kömək edəcək. Bu maçda xal qazanmaq, hətta heç etmək belə Qarabağ üçün böyük bir qələbədir. Hər iki komandanın gücü və zəif cəhətlərini dərinləməsinə təhlil etdik. Chelsea keyfiyyət baxımından favoritdir, lakin Qarabağın ruhu, intizamı və Bakı amili bu tarazlığı ciddi şəkildə dəyişir. Qarabağ əgər soyuqqanlılığını qoruyar, müdafiədə səhv etməz və əks hücumlarda fürsətlərdən istifadə edə bilərsə, böyük bir sürpriz etmək ehtimalı var, amma reallıq bəzən emosiyalardan fərqli olur. Mənim proqnozum Qarabağ böyük mübarizə aparacaq, amma Chelsea çətinliklə də olsa keyfiyyəti hesabına qələbə qazanacaq.
Gözlənilən hesab Qarabağ 1, Chelsea 2, bəs siz necə düşünürsünüz? Qarabağ bu tarixi maçda Chelsea-yə sürpriz edə bilərmi? Fikirlərinizi şərh bölməsinə yazın və bu videonu bəyənib kanala abunə olmağı unutmayın. Növbəti analizdə görüşənədək.